Başla. Herkese YouTube kanalımdan salam. Bugün hansı mövzudan danışacağıq? Bu dəfə sən mövzumuzu de. Hərçənd ki, məndən küsmüsən, Neyse. bunu işimizə yansıtmırıq. Ha. Çekiş qutarından sonra güzel. Əziz izləyicilərimiz, Aydan davranış pozuntusundan hədiyyə çəkir. Onu biraz tanıdıq küstü. Aha, bu günləri anasını görmək istəməyən uşaqlardan danışacağıq. Bunu biraz da düzəltsək, ananı gördüyü zaman özündən çıxan Əsəbləşən. uşaqlarda danışacağıq. Bəli. Valideyn deyir ki, nənəsinin babasının yanına qoyuram, olur quzu balası. Məni görən kimi dəcəllik eləyir. Niyə? Mən də elə bu sualı həmin şəxsə Instagramda yazmaq istəmədim. Eyni şəkildə buna aid bir video çəkmək istədim. Düşünməyin ki, uşaq məni görür, özündən çıxır, dəcəllik eləyir. Əslində biz kimin yanında dəcəllik eləyirik? Məsələn, sən kimin yanında dəcəllik eləyirsən? Ən sevdiyin insanların yanında. Bəli. Eyni şəkildə də uşaq da belədir. Uşaq kimin yanında sakit olursa onu sevir demək deyil. Kimin yanında dəcəllik edirsə onu sevir deməkdir bu. Əgər anan, məsələn, nənənin, babanın, dayənin yanında uşağı qoyuruq, uşaq sakit olursa, onların sözünə qulaq asırsa, heç bir dəcəllik etmirsə, deməli uşaq oradan sıxılır. Deməli o uşağın dinlənilmir, anlaşılmır, özünü uşaq kimi hiss etmir və buna görə də valideyni gördüyü zaman biraz ərköyünlük etmək istəyir. Əslində bütün səbəb budur. Və biz bunu daha çox 5-6 yaşında görürük, bağça yaşlarında görürük uşaqlarda. Uşağı bağçaya qoyuruq, uşaq ağlayır, bizi istəyir, anasını istəyir və atasını istəyir və hər iki tərəfdən birini gördüyü zaman içi rahatlayır. Məni tərk etmədilər deyir. Çünki 5-6 yaşa qədər olan uşaqların əksəriyyətində tərk edilmə qorxusu olur. Əgər uşaqlıqdan dayə yanında böyüyübsə, nənə-baba yanında böyüyübsə uşaq, bir dəfə xala baxıb nənəyə, bir dəfə ana işə gedəndə qonşunun yanında qoyub gedib. Buna görə də uşaqda tərk edilmə qorxusu olur və öncəki efirlərimizdə dedik ki, uşaqlar mücərrəd anlayış formalaşmır və 4 yaşdan sonra yavaş-yavaş artıq formalaşmağa başlayır. Və bu yaş dönəmində də uşaqlarda mücərrəd anlayış olmadığı üçün ananın nə vaxt gəldiyini uşaq bilmir. Qeyri-müəmma olur və uşaq qorxduğu üçün müəyyən davranış dəcəlliklər edir. Davranış pozuntusu deməyək buna, sadəcə dəcəllik etmək istəyir. Bu da hər bir yaş dövrünün özünə məxsus spesifik davranışlarındandır. O zaman biz buna yaxşı bir şey kimi baxmalıyıq. Bəli, əgər uşaq kiminsə yanında, valideyninin yanında onu gördüyü halda başlayırsa uşaqsı hərəkətlər etməyə, bu uşaqsı hərəkətlərdir. Biz uşağı aqressiv şəkildə eləmə, dəymə, qırdın, tökdün, niyə tullandın, niyə oturdun? Bu şəkildə yargılayırsa, uşaq öz uşaqlığını yaşamaqdan yaşamır və daha sonra bunu digər yaş dönəmlərində yaşamaq istəyir. Məsələn, sevgili münasibətlərinə baxaq. Münasibətlərin əksəriyyətində qızlar daha çox kiçik bir qız uşağı olur. Oğlanlar isə daha ərköyün, sevəcən, sevilmək istəyən biri olur. Bunlar da hər biri öz uşaqlığını yaşamayan, susturulan, duyğuları bastırılan uşaqlardır. Bəs nəyə görə aqressivləşirlər? Çünki uşaqları görmürük. Sevgi vermirik, təqdir etmirik. Vaxt ayırmırıq. Uşaq hansısa bir oyunu belə oynadığı zaman, məsələn, puzzle üst-üstə yığır, puzzle o equşkalar var. Onları üst-üstə qoyanda deyir ki, ana bax, məsələn, silah düzəltdim. Onu biz arxamıza çönüb uşağa 1 saniyəlik vaxt ayıraraq təqdir etmirik. Qabıya deyirik, hə, afərin, heç görmürük onun nə düzəltdiyini. Və bu şəkildə uşaq görünmə ehtiyacı duyur və istəyir ki, bütün diqqətlər onun üzərində olsun. Ona görə daha çox nənə-babanın yanında uşaqlar öz çılğınlıqlarını onların yanında yaşayır. Çünki nənə-baba işi yoxdur, daha çox uşağa vaxt ayırır, daha çox onu görür, göz təması onunla qurur. Ona görə də uşaqlar daha çox nənə-babaya meyillilik göstərir. Bəs belə bir şey deyim. Misal üçün, ailə üslubları bilirik. Bunun barədə danışmışıq. Bir də ki, ailələrdə peşə sahibi olan valideynlər.
Hansı peşəyə sahib olan valideynlərdə daha çox belə nəzarətçi olsun, necə deyim, o uşağı görməsin, misal üçün görülmək istəyən uşaqlar daha çox belə inkişaf edir. Daha çox həkim ailələrində, Mhm. daha disiplinli yerdə işləyənlərdə, 9-6 işləyən rejimdə xanımlarımız və yaxud da bəylərimiz, atalardan daha çox dənizçi olanlar, 15 gün evdə, 15 gün işdə uşaqlar artıq həm darıxır, həm yoxluğunu yaşayır, həm varlığını yaşayır. Ortada bir yerdə qalır. Uşaqlara bu mənfi təsir göstərir. Düzgün şəkildə izah edəriksə, işinin bu olduğunu deyəriksə, o dönəmdə qayıdandan sonra uşaqla düzgün şəkildə əlaqə qurarıqsa, düzgün danışarıq, ünsiyyət qurarıq, vaxt keçirdəriksə, o uşaqda müəyyən travma yaşatmır. Bəzən bunu səhv də anlayırlar ki, mən uşağım var deyə işləməyim, bəs necə keçinim? Bu kimi ön yarğılar var. Xeyr, biz demirik ki, işləməyin. İşləyirsinizsə belə, gəldiyiniz zaman ev işlərindən daha çox öncəliyiniz övladınız olsun. Ev işini sonra da görmək olur, amma övladı sonraya saxlamaq olmur. Sonraya saxladığımız övladlarımız bugün aqressiv, ailə mədəniyyəti olmayan, ailənin nə demək olduğunu bilməyən, özünü tapa bilməyən, cəmiyyətdə lord desək kör olan insanlardır. Və bunun da səbəbkarı biz valideynlərik. Bir də ki, Zəhra xanım, bu övladlar arasında misal üçün də 3 uşaq dünyaya gələndə böyük uşaq, ortancıl uşaq və balaca uşaq deyə bir ayrımcılıq var. Böyük uşağın çox vaxt görürük ki, məsuliyyət üzərinə düşüb. Bu görülməmək bəzən də ortancıl uşaqlarda müşahidə edirik biz. Bu nədən yaranır? Nəyə görə məhz ortancıl uşaqlar görülmür? Daha çox erkən uşaq üçüncü olur. Hər şeyi anlayan, dinləyən, sən böyüksən deyilən birinci olur. Görülməyən də ikinci olur. Və biz ayrı seçkiliyi uşaqlara birə-bir yaşadırıq. Bəzən deyirik ki, eyni ana atadır, niyə uşaqlar fərqli-fərqli tərbiyədə böyüyür? Eyni tərbiyə metodudur, material fərqlidir. Hər kəsin öz kapasitesi var, öz psixologiyası var, götürmə şəkli var, doğru bildiyi üslublar var, üslub tərzləri var. Uşağı nə qədər çox tanısaq, bir o qədər uşaqla düzgün şəkildə ünsiyyət qura bilərik. Biz övladımızın nə sevdiyini bilmirik, nəyi daha çox sevdiyini, gördüyünü, nə ilə məşğul olmaq istədiyini, nədən zövq aldığını, bunu biz müşahidə etmirik valideyn olaraq. Bugün o qədər Azərbaycan ailələrinə baxdığımız zaman yük ananın üzərindədir ki, ana bilmir yemək bişirsin, bilmir evi təmizləsin, bilmir qaynanaya, qaynataya söz çatdırsın, nə bilim onlarla qırğın dava və yaxud da ki, nə bilim onların istəklərini yerinə yetirsin. Yoldaş bir tərəfdən işdən gələcək çatdırmır ki, uşaq qalır arxa planda. Və bu qayğılarımıza görə biz övladımızı düzgün şəkildə yetişdirmirik. Və bundan da əlavə biz ayrı seçkiliyi valideyn olaraq özümüz salırıq. Bəzən deyirik ki, uşaqların hamısı bizim üçün eynidir. Mən dünyaya gətirmişəmsə, üçünü də eyni dərəcədə sevirəm. Xeyr, biz bəzən sevgimizi aşırı şəkildə bildiririk. Birinci övlad hər zaman qurban övlad olur. Çünki valideyn öz valideynliyi bilmir. Necə olacağını bilmir, necə valideynlik etmək lazımdır, nəyi səhv edir, nəyi düz edir bilmir. Bir təcrübə topu yetişdirir sanki, bir təcrübədən keçirdir birinci uşağı. Ona görə də daha çox travma yaşayan və psixoloji problemləri olan şəxslər birinci uşaqlar olur. Sən anlayırsan, sən dinləməlisən, sən böyük bacısan, böyük qardaşsan, sən uşaqları yola verməlisən. Hər zaman duyğuları bastırılan, görülməyən, hər zaman anlamağı, dinləməyi borc bildirilən bir uşaqlar olurlar. Ortancıl uşaqlar isə birincinin paltarı ilə keçinən, o istəkləri göz ardı edilən, biraz valideyn olaraq səhvimizi bildiyimiz, biraz da yenə də səhv etdiyimiz bir dönəm olur. Üçüncü uşaqda isə tam təcrübəli oluruq. Artıq necə bir valideyn olmaq lazımdır, bunu bilirik. Bəzən ətrafdan araşdırmalar edirik, psixoloqların verilişlərinə, efirlərinə qulaq asırıq, oradan biraz götürürük. Valideyn olaraq biz 3 uşağın 3-ünə də, 5 uşağın 5-nə də düzgün şəkildə və eyni şəkildə. Disiplin hamısı üçün disiplindir. Birinci uşağa yufka geyinməyə qoymuruq, ikinci uşağa qoyuruq və ya üçüncüyə. Və yaxud da birinci uşağın telefonu universitetə gedəndə olur, birinci uşağın 5 yaşı olmamış ona telefon alıb veririk. Ədalətsizlik etdiyimiz üçün ona etdiyimizi də bu tərəfə də etməliyik. Yəni bəzən belə bir şey də formalaşır ki, necə edeyim, onda birinci uşağa görə üçüncü uşağı da qurban edim. Axı 1-də səhv eləmişəm, 3-də səhv eləmək istəmirəm. O zaman birinci və ikinci uşağa düzgün şəkildə izah etmək lazımdır.
Mən valideyn idim, amma yenə də səhvlərim var idi. Səhvlərimi boynuma alıram. Mən bilirəm ki, sənə qarşı bu travmanı vermişəm. Bax, əslində bu cür olmalıdır. Sadəcə o Türkiyə demişkən acəmiliyim olub, edə bilməmişəm və s. və yaxud da imkanımız olmayıb o dönəmdə sənə filan şeyləri alım, edim. Və o uşağa üçüncü uşaq kimi yenidən şərait yaradılmalıdır. Nədən, hansı duyğudan əksik böyütmüşüksə, onların bir-birini, həmin o duyğuların hər birini bərpa etməliyik. Zamanımız var, qarşımızda övladımız var və zaman itirmədən onu tələfi etməyi bacarmalıyıq etdiyimiz səhvləri. O zaman Zəhra xanım, məncə bu mövzuda da yetər. Amma son olaraq valideynlərimizə, həmin o övladlara, həmin o travmaları almış gənclərimizə, hətta deyərdim ki, yaşlı nəsil olsun, fərqi yoxdur. Bunlara tövsiyələriniz nə olardı? Hər yaşın özünün gözəlliyi var. Hər dövr bir sonrakından mütləq fərqlənir. Buna görə biz valideynlər düzgün şəkildə təhsil almalıyıq. Bunun təhsilini almalıyıq. Psixoloji maariflənməliyik. Etdiyimiz səhvlər varsa, o səhvləri göz ardı etməkdənsə, boynumuzdan qaçırmaqdansa, boynumuza alaraq, etiraf edərək, səhv etdiyimizi bildirərək, kin, qəzəb, aqressivlik yaratmamalıyıq. Sadəcə səhvlərimizi izah edərək bizi bağışlamalarını istəməliyik. Uşaq da bizi bağışlamalıdır. Biz bəzən elə bilirik ki, biz böyüksə biz bağışlamalıyıq, biz disiplin yaratmalıyıq, bizim qayda qanunlarımıza riayət etməlidir. Belə bir dünya yoxdur. Elə bir dövrə gəlmişik ki, biz uşaqdan da nəsə götürürük, uşaq da bizdən qarşılıqlı mübadilə olur. Artıq o dövr getdi. Valideyn desin, uşaq da ona əməl etsin kör-körənə. Belə bir şey yoxdur. Bəli. Oldu o zaman Zəhra xanım. Hələlik deyirəm. Nəyə görə hələlik deyirəm? Çünki bu mövzuların ardı mütləq olacaq digər efirlərdə. Rəylərinizi gözləyirik. Gələn verilişdə görüşəndə. Görüşərik.